Hər vaxtınız xeyir olsun uşaqlar. Bu gün biz sizinlə 6-cı sinif təbiət dərsliyindən saf maddələr mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Əvvəlcə birinci öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırığa baxaq. Birinci sualda bizdən soruşur ki, şəkildə karbon qazının quruluşu təsvir edilmişdir. Karbon qazı element yoxsa kimyəvi birləşmədir və fikrinizi əsaslandırın. Baxın, bizə verib burada karbon qazının quruluşunu. İndi bunun element yoxsa kimyəvi birləşmə olduğunu aydınlaşdırmalıyıq. Əvvəlcə mövzu izahında biz göstərmişdik ki, element dedikdə nəyi nəzərdə tuturduq? Eyni növ atomlardan ibarət olarsa, bu elementdir. Diqqət edək burada, helium da eyni növ atomlarından ibarətdir, oksigen də eyni növ atomlardan ibarətdir. Bunlar hər biri element adlanır. Yox, müxtəlif növ atomlardan təşkil olunarsa isə bu artıq kimyəvi birləşmədir. Diqqət edək, burada həm hidrogen atomu, həm də oksigen atomu var. Və iki atomun birləşməsindən əmələ gəldiyinə görə artıq bu kimyəvi birləşmə sayılır. İndi biz bunu tətbiq etsək aşağıdakı tapşırığımızda, burada bizdən soruşurdu ki, karbon qazı element yoxsa kimyəvi birləşmədir. Diqqət edək burada. Oksigen atomu var və karbon atomu var. İki müxtəlif atomdan ibarət olduğuna görə, bəli, bu element yox, bəli, kimyəvi birləşmə sayılır. Yazaq bu zaman kimyəvi birləşmə. İkinci suala baxaq. İki fərqli atomdan bir neçə növ birləşmə əmələ gələ bilər. Bu birləşmələr bir-birindən nə ilə fərqlənir? Atomların sayı nisbətindən və bir-birinə birləşmə ardıcıllığından asılı olaraq çoxlu fərqli növ birləşmələr əmələ gələ bilər. Məsələn, iki fərqli növ atom deyirsə, biri A maddəsi olsun, digəri isə B atomu olsun. Bu atomlar bir-birinə say etibarı ilə asılı olaraq A, B, A şəklində birləşə bilər və yaxud da ki, A, B, B, A kimi də birləşə bilər və yaxud da ki, digəri başqa B, A, B kimi. Yəni, say nisbətindən asılı olaraq müxtəlif birləşmələr əmələ gətirə bilər. Sonra indi keçək öyrəndiklərinizi yoxlayın hissəsinə. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci sualda bizdən soruşur ki, uyğunluğu müəyyən edin. Element hansıdır və kimyəvi birləşmə hansıdır? Uşaqlar, biraz əvvəl dediyimiz kimi, eyni növ atomlardan ibarətdirsə, bu olur element. Müxtəlif növ atomlardan ibarət olarsa, bu olur kimyəvi birləşmə. Fikir verək A maddəsinə. Burada eyni növ atomdur. Bunların hər biri eyni növdür. Demək ki, bu elementdir yoxsa kimyəvi birləşmə? Bəli, elementdir. Birincisinə yazdım element. İndi ikincisinə diqqət edək. Burada həm sarı, həm də göy maddə var. Atom var daha doğrusu. İki fərqli atom olduğuna görə bəli, bu oldu artıq kimyəvi birləşmə. Və bənövşəyə baxaq indi. Bənövşə də eyni növ atomdan təşkil olunmuşdur. Eyni növ atomdan təşkil olduğuna görə bu artıq olur kimyəvi birləşmə. Xeyr, element, üzrlü sayın, element. Eyni növ atomdan təşkil olduğuna görə element adlandırılır. Sonra indi keçək ikinci suala. İkinci sualda bizdən soruşur ki, hansı halda işarələr doğru göstərilmişdir? Baxın uşaqlar, burada yaşılla doğrular və x-la doğru olmayanlar göstərilir. İndi hansının doğru olduğunu biz müəyyənləşdirməliyik. Diqqət edək burada. Baxın, hidrogen qazı. Hidrogen qazı iki eyni atomdan təşkil olunmuşdur. Demək ki, bu sizcə nədir? Elementdir, amma burada səhv göstərib. Elementin olmadığını deyir. Kimyəvi birləşmədir. Xeyr, kimyəvi birləşmə deyil. Molekullardan təşkil olunub, bəli, bax bu doğrudur. Doğru olaraq bunu götürə bilərəm. Sonra suya baxaq. Su biz bilirik ki, oksigen və yanında iki hidrogendən ibarətdir. Bu bilirik ki, kimyəvi birləşmədir. Kimyəvi birləşmədə də doğru işarəsi olduğuna görə bunu götürürük və digəri helium qazı göstərilir. Helium qazı da biz bilirik ki, tək atomdan ibarət olduğuna görə element sayılır. Deməli, doğru variant elementi götürməliydik. Üçüncü sual. Üçüncü sualda
bizdən soruşur ki, ifadələri Eyler-Venn diaqramı ilə uyğunlaşdırın. Baxın, burada iki fərqli atom var. Burada isə iki eyni atom var. Biz bildirmişdik ki, iki eyni atomdan ibarətdirsə elementdir. O zaman elementi yazacağıq. Üçüncüyə, iki atomdan təşkil olunub. Bəli, bax, bu da iki atomdan təşkil olunub, digəri də iki atomdan təşkil olunub. Fərq ondan ibarətdir ki, bu eyni növ atomdan təşkil olunub, digər isə müxtəlif növ atomlardan təşkil olunub. İki atomdan təşkil olunub dediyinə görə B ortalığa yazılır, yəni hər ikisinə. Birləşmədir, bəli, birincisi birləşmədir. İki müxtəlif növ atomdan təşkil olunduğuna görə bu kimyəvi birləşmədir. C variantında yerləşdirdik. Birinciyə. Belə uşaqlar, biz tapşırıqların hər birini izah etmiş olduq. Bu qədər. Əgər hansısa bir mövzuda probleminiz və sualınız qalarsa, şərh bölməsində yazıb soruşa bilərsiniz. Sağ olun.